İkinci oxunuş üçün Milli Məclisin müzakirəsinə təqdim olunan Kənd Təsərrüfatı Kooperasiyası haqqında qanun layihəsi aqrar sahənin dayanıqlı inkişafına təkan verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda hesab edirlər ki, sözü gedən qanun layihəsi kənd təsərrüfatının inkişafının ən mühüm elementlərindən biridir. Qanun layihəsi özündə kollektiv təsərrüfatın hüquqi bazasını ehtiva edir. Aparılan təhlil və təcrübə göstərir ki, çağdaş dövrdə kooperasiya haqqında qanun layihəsinin qəbul edilməsi vacibdir. Bugün qloballaşan dünyada artıq deməli istər beynəlxalq səviyyədə, istər regional səviyyədə, istərsə daxili bazarda istehsalçılar kəskin rəqabət məsələləri ilə, rəqabətlə aqrar istehsalçılar rəqabətlə üz-üzə qalmışlar və bu şəraitdə onların istehsalçıların bir-birinin əlaqələrinin konsolidasiyası, onların birgə əməkdaşlıq nəticəsində fəaliyyət göstərməsi bu gün çox zəruridir. Təbii ki, istənilən bir qanun layihəsi hazırlanarkən müəyyən xarici təcrübələrə istinad olunur. Bir sıra xarici ölkələr məhz kooperasiya haqqında qanun tətbiq etdiyi üçün aqrar sahədə sürətli inkişafa nail olublar. Bugün kooperasiya ilə bağlı dünyada böyük təcrübə mövcuddur. Ümumiyyətlə, bu dünya praktikasında ayrı-ayrı ölkələrin təcrübəsi buna bariz misaldır. Praktika təcrübə, təhlillər göstərir ki, bütün bunlar hamısı kooperasiya əlaqələrinin, aqrar sənaye sahəsində kooperasiya əlaqələrinin birbaşa səmərəli qurulmasından və inkişafının təkmilləşdirilməsi nəticəsində baş vermişdir. Bəzən kooperasiya haqqında qanun layihəsi ictimaiyyət arasında Sovet dönəmindəki kollektiv təsərrüfat olan kolxozlarla müqayisə olunur. Lakin həm qanunun fəlsəfəsi, həm də icrası mexanizmi kooperasiya haqqında qanunun kolxoz təsərrüfatından kəskin dərəcədə fərqli olduğunu göstərir. Fərqi təbii ki, onunla bağlıdır ki, hər bir istehsalçı, hər bir mülkiyyətçi öz səlahiyyətində olan torpaq sahəsindən qanunvericiliyə uyğun öz mülkiyyətində onu istifadə etməkdə tam sərbəst və müstəqildir. Qeyd edək ki, kolxoz təsərrüfatından fərqli olaraq könüllülük prinsipini əsas tutan kooperasiya haqqında ilk qanun 19-cu əsrin birinci yarısında Böyük Britaniyada qəbul edilib. Onu da əlavə edək ki, hazırda Azərbaycanda 870 min torpaq mülkiyyətçisi var.